Kediləri qızıma sifariş etmişəm. Keyfiyyəti falan çox xoşuma gəldi, baxın. Burada biraz əzik var, o da olan şeydir. 38 ölçüdür. İçi də belədir. Qəşəngdir amma. Xoşuma gəldi. Məktəbə geyinəcəkdi. Sonra yay gəldiyinə görə artıq düşünürəm belə bir şeyin evdə olması çox da yaxşı şeydir. Bu şalvar asılqanıdır. Ağır bir şey deyil, yüngüldür. Buradan biraz sırsan şalvarlarda belə qəşəng düz durur. Əsasən yay şalvarları üçün istəyirdim. Belə də çəkə bilərsiniz. Belə. Qəşəng amma bəyəndim. Qiymətlərini burada deməyəcəm. Çünki fikir verirəm, mən qiymət deyirəm. Keçib orada qiymətinə baxırlar, deyirlər ki, bəs bu qiymət deyil, axı biraz bahadır. Qiymətlər dəyişir. Mən burada artikul qoyuram. İstəsəniz keçib elə baxarsınız. Və bir də beləsi var. Bunda birlikdə quraşdırarıq və o zaman göstərərəm sizə nə cür bir şeydir. İri belə qaşları var. Amma bunu da artikulunu qoyacağım. Kim istəsə sifariş edə bilər. Çox qəşəngdir. Düşünürəm, hər obrazla gedəcəkdir. Qiymətini yenə dediyim kimi demirəm. Çünki sonra anlaşılmazlıq olur da ona görə. Bu isə qoy deyim sizə nədir. Buruna taxırsınız, gecə xorultu olmur. Görüm, bir dənə açım. Baxın, belə bir şeydir. Görürsünüz ki, şey qablaşmada gəlib amma. Bunun içində də elə saxlamaq olar. Qəşəngdir. Əsas bunun nəticəsinə baxarıq və sonra sizlə nəticəsini bölüşərəm. Mənim yoldaşım dəhşət xorulduyur, belə xart eləyir də birbaşa. Yəni ya şirin yuxu görürsənsə, gecə yarısı xart səsi gələndə mütləq o şirin yuxudan ayılmalısın. Sizinlə nəticəsini bölüşərəm. Bunun nə olduğunu indi sizə göstərməyəcəm. Videoya axıra kimi baxsanız, videonun sonunda göstərəcəm. Çünki bunun mən shorts videosunu çəkmək istəyirəm. Ona görə izləmədə qalın. Sizcə mən nə edirəm? Təbii ki, dırnaqlarımızı dəyişəcəyik. İndi birlikdə başlayaq. Gətirdim hamısını düzdüm bura. Deməli, bizə nə lazımdır? İlk öncə bizə freza lazımdır. Bu plisosa ehtiyac olmasa da olar. Yəni, kim istəyirsə başlamaq yeniyini. Sonra bizə lazımdır qurutma aparatı. Əsas məsələ qəşəng, yaxşı qurutma aparatı olmalıdır. Sonra spirt, mütləq yağlılığı götürmək üçün. Pilkalar, nə bilim, kosaçkalar. Sonra bizə lazımdır primer, baza, rəng və top. Və təbii ki, bir də lazımdırsa, məsələn, hansı bir dizayn vermək istəyirsinizsə, onlar, bir də salfetka. Başım, belə bir şeylər lazımdır bizə. Əgər varınızsa, dırnaqda olan tozu təmizləmək üçün şotkalar. İndi telefonumu qoyum zaryadkaya və başlayayım. Aparatın üzərinə, bu plisosun üzərinə nəm salfetka qoyuram. Belə bir şey. Buranın bit fasonu və mənim dırnaqlarım. Bunları təmizlədim. Bir dənə bu qaldı. Sizə bu dırnağım üzərində göstərəcəm. Bir izləyicim var, deyək ki, tez-tez çəkin. Hər dəfə dırnaq düzəldəndə. Düzdür, mən hər dəfə düzəldəndə onu çəkə bilmərəm. Çünki bunu həm çəkmək biraz vaxt alır. Evdə də məndə körpələr var. Mən bunu çatıra bilmirəm. Ona görə tez bazar otururam, eləyirəm, qurtarır. Amma hərdən bir belə sizin üçün çəkiliş edəcəm. Deyim ki, mən usta deyiləm və heç kimi də öyrətmək üçün bu kontenti çəkmirəm. Sadəcə özüm nətər eləyirəmsə onu göstərirəm. Deməli, kutikulanı belə geri itəliyirik. Belə bir şey alındı, görürsünüz. Aloe frezası götürürük və təmizləyirik. Sonra keçirik. Məsələn, sizdə kusaçka da ola bilər. Belə bir kusaçka. Bir də belə bir şey də ola bilər. Mənə bu daha rahat gəlir. Ona görə mən ilk olaraq bundan təmizləyirəm. Biraz körşalıbdır. Bu gərək yenisini alam. İstəsəniz yəni qayçı ilə də edə bilərsən. Mən qayçı ilə sevmirəm. Mütləq pilkalayın və yaxud da baflayın ki, siz pilkaladıqdan sonra primer çəkəndə, baza çəkəndə o dırnaq sizdə uzun ömürlü gedəcəkdir. Ona görə mütləq pilkalamağı yaddan çıxarmayın. Spirtlə mütləq yağlılığını götürürük. Burada vururuq və yağlılığı tamamilə götürürük. Spirtledikdən sonra da məndə belə bir primer var. Bu firmanın adını da heç vaxt düzəmə deyə bilmirəm. Bunu ilə keçirik bütün dırnaqlarımızı. Belə vurursunuz və hardasa 30 saniyə falan havada qurudursunuz. Quruyur, daha doğrusu uçur gedir də elə bir ki.
İndi isə keçirik bazamıza. Baza 2 qat çəkdim. Mən bəlkə mən də baza ilə eləyirəm. Bu Temudan sifariş etdiyim bazanı bəyəndim. Ucuz olduğuna baxmayın, yaxşı keyfiyyətlidir. Nazik sloy çəkirəm, qoyuram qurumağa. Bu qurudu və üzərindən də əgər ehtiyac olarsa, məsələn düzlük yoxdursa, mən bərkitməni də elə baza ilə eləyirəm. Nöqtəni bura qoyuruq və dırnağı belə fırladırıq və əyriliyi düzəldirik. Düz olduqdan sonra tez fırladırıq və qoyuruq qurumağa. Dırnaqlarım demək olar ki, artıq hazırdır. Belə bir şey elədim. Bir dənə bu qaldı, bunu da sizə göstərəcəm. Deməli, ilk öncə bunu çəkəcəm. Miss Fidi kimə maraqlıdırsa, Miss Fidi nömrə 183-dür. Çox narahatdır da belə çəkiliş eləmək. Yəni, bilmirəm, barmağımı hardan qoyum ki, həm sizə rahat olsun baxmaq, həm də mən rahat işimi görə bilim. Neysə, nazik qat bunu tətbiq edirik. Üzərindən də bu zəri çəkəcəm və top hazırdır. Bu dırnağım da belə hazır oldu. Üzərindən də Boya Professional'dan olan 86 gümüşü renk zər. İçində hər ölçüdə var. Bütün dırnağımı eləmirəm, oradan qoyuram. Baxın, buradakı kimi. Belə də xoşuma gəlmədi. İndi gidirik qurutmağa. Dırnaqlarım hazırdır. Üzərində isə Temudan sifariş etdiyim. Bəyəndim əslində bu baza ilə topu. İkisi bir yerdədir, ikisi bir yerdə satılır Temuda. İstəsəniz, deyərsiniz, mən sizə linkini göndərərəm. Yenicə qurtarmışdım ki, bir daha baxdım ki, stikerlər. Dedim, mən nəsə unutmuşam, eləməmişəm. Topu çəkdim və birdən yadıma düşdü ki, mən stikerlər qoymamışam, ona görə götürdüm. Belə bir stikerlər qoydum dırnağıma, yapışdırdım daha doğrusu. Hazır belədir, Temudan sifariş etmişik. Bir də beləsi var idi. Mən də düşündüm, amma bu daha qəşəng yaraşdı. Bu zərlər burada artıqdır, zərsiz daha qəşəng görsənərdi məncə. Bir də bura belə elədim, 2 detay. Bir də burada ikisinə belə bir şey alındı. Pis olmadı. Ne aslında ne görürsün? Tema. Burada üstünde haber geldi. Evet. Bizim ressamlar da buna ciddi. Hansı tərəf olduğu üçün. Yəni indi deyə bilirsiniz qoya bilərik. Ha, qəşəng. Asırqanı, hə. Beləsinə diknədir. Diknə. Ramkaları götürdüm. 2 dənə ramkadır. Vloguma baxıbsınız, orada görmüş olarsınız ki, mən bunları nəyə sifariş eləmişdim. İndi də evdə yenə göstərərəm sizə. Böyle bir şeydir. Deməli, gəldim evə. Ramkayı ilk görəndə elə bildim ki, bu böyük ölçüdür. Deyəsəm ölçüləri səhv, ya mən səhv yermişəm, ya da səhv düzəldiblər. Baxın. Belə bir kənarları var. Yəni böyük ölçüdür. Görürsünüz bunlar. Mən düşündüm ki, bunları ramkanın içine alacaqlar. Bax bunu, bu hissəni. Mən də belə bir şey fikirləşdim. Dedim ki, bunlar görsənir də orada. Bu şəklin əsas rəngi, əsas yeri qara rəngdir. Mən də düşündüm ki, quaşla bunun kənarını qaraldaram. Bunda kənarlarını ağardaram. Daha qəşəng görsənəcək. Daha son nəticə, baxın belə bir şey oldu. Belə işıq düşürdü, yəni biraz qəribə görsən, amma etapda vid baxın belədir. Çox qəşəng oldu. Bu da son nəticə, baxın nə gözəl oldu. Boz fason görsənir, amma realda elə deyil də. Realda bunun içi qapqaradır. Yaxından da belə görsənir. Çox qəşəngdir, baxın. Gözəl oldu. İndi bunu rayona göndərəcəyik. Bunu mən Trendyoldan sifariş etmişəm. Bu da çox qəşəng bir şeydir, daha gözəldir. Asırım qalır orada. Bunun üzündə şey yoxdur. Şüşə yoxdur. Hazır belə bir şəkildir taxta üzərində. Və mənim bu fenim.
Bunun haqqında danışmaq istəyirəm sizə. Burada fırladırsınız, dediyiniz yəni gücə qoya bilərsiniz. Burada taxıb çıxartmaq üçün belə bir yeri var. Bir də təbii ki, bunun 5 dənə nasatkası, 2 dənə sağ-sol fırlanan nasatkası, yəni özü fen vasitəsilə belə prisos kimi sizin saçınızı çəkir, belə fırladır və nəticə verir. Çox qəşəng nəticədir. Sonra bu çolka üçün şeydir, forma vermək üçün. Bir də bu daramaq üçündür, daraq fen deyək də. Bir də şey də var. Unutdum deməyi. Bir də bu var. Bu isə qurutma. Əlcəyi də var. Əlcəyi nə üçündür? Qoy deyim sizə. Əlcəyi hansı əlinizlə istifadə edirsinizsə, məsələn mən sol əlimlə fırladıramsa, bunu sol əlimə taxıram. Çünki bunlar dəhşət isti olur sonra. Baxın bu sağ-sol fırladan. Amma nəticə super olur da həqiqətən də. Dyson'da da fikir vermişəm mən. Dyson'da da eynən bu keyfiyyətdir, eynən bunu kimi vurur. Dyson almağa belə deyim ki, ehtiyac yoxdur. Bilirəm çoxumuz arzusundayıq. Mən də hətta istəyirdim. Amma ki qiyməti o 1000 neçə manatdır. Yəni ki atırsız səbətdə məni kimi aksiya olanda aksiyada da qəşəng endirimlər eləyirlər. Mən bunu yadımdan çıxdı neçə almışdım. Amma çox ucuz qiymət aldım. Bilmirəm dəqiq neçə idi. 60 manatdan mı düşmüşdü yəni isə. Qiymət deməyi əslində sevirəm çünki Temuda qiymətlər tez-tez dəyişir. Ona görə mən onu deyə bilmirəm. Siz özünüz burada qoyacağım həm deməli artikul, həm də kim istəsə deyər mən linkini atarım. Klatkalı saçımdan baxın belə qalıbdı. Gün ərzində belə, yəni ki bütün gecəni belə qalıbdı. Bunları isə bu gün elədim. Buna baxın. Görə bilirsiniz. Görün nə gözəl buruqlar oldu. Təbii buruq kimi görsənir. Çox qəşəngdir amma baxın belə bir şey oldu. Görürsüz? Yəni Dyson'a almağa ehtiyac yoxdur. Yəni bunu alın Temudan. Yəni hələ mənim saçım uklatkalı idi ya. Yəni bunu siz saçınızı yuyub qurudandan sonra, qurutduqdan sonra vaşı qəşəng effekt olur. Çünki bir xanımda da gördüm. Saçını yudu, qurutdu və bunu istifadə elədi, vaşı qəşəng buruqlar oldu. Görürsüz? Çox qəşəngdir amma. Belə bir şey oldu.